Salam dəyərli şagirdlər. Bugün keçirilmiş ÖTK sınavının 9-cu siniflər üçün sualların izahını verəcəm sizə. Başlayaq. Biraz sürətli eləyək, vaxtımız azdır. Paylaşa bilək. A plus B 4 olarsa 3A plus 3B ifadəsi qiymətini tapın. Burada vurub açsanız olacaq 3A plus 3B plus 3'ü də 2'ye vurduq 6. Buradan da 3'ü çıxarsaq A plus B qalacaq. A plus B-nin yerinə 4 qoya bilərik. 3 vur 4 olacaq. Plus 6, 12, plus 6, 18. Burada da cavab C bəndi olacaq. O kimi müsbət ədədin 80% bu ədədin 0,6 hissəsinin neçə dəfə böyükdür? 80% ilə ədədin 0,8 hissəsi deməkdir. 0,116-dan nə qədər böyükdürsə bölərəm. Yəni 80-i 16-ya bölmüş olaram. Bu da 5 eləyə cavab Y bəndi. Düzbucaqlı böyük kateti 4 kökətdə 3'dür. Böyük kateti 4 kökətdə 3'dür. Bucaqlarını bir 60'dır. Demək ki 60'ın qabağı 4 kökətdə 3 olar da. 60'ın qabağı 4 kökətdə 3'dürsə, digər tərəf məcbur 4 kökətdə 3. Digər tərəf məcbur 30 dərəcə olacaq. 30 dərəcənin də qabağı 4 olacaq. Hipotenuz da 30'un qarşısının 2 mislidir. 8 olacaq. Cavab D bəndi. 34. En natural ədəd üçün bu birisi ifadə qiyməti tapın. Burada fikir verdik uşaqlar. Hamısı ardıcıl tək ədədlərdir. 1, 3, 3, 5, 5, 7. Ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlər olduğuna görə olan əbobların hamısı 1'dir. Demək, hamısının əbob 1'dirsə, neçə dənə 1 olur olsun, hamısını 1'ə vurduqda, sonuçta cavabımız nə olacaq uşaqlar? 1 olmuş olacaq A bəndi. 35. İşləmiş hissə. İşləmiş hissə hər üçünün ortaq elementlərdir. Hər üçün ortaq elementlərdirsə, götürək ortaqları cəmləyək. 1 hamısında yoxdur, 2 hamısında yoxdur, 4 hamısında yoxdur, 5 bunda var, hamısında yoxdur, 6 yoxdur, 7 bax, 7 üçündə də var, 7'ni götürürəm. 9 üçündə də var, 9'u götürürəm. 12 üçündə də var, 12'ni götürürəm. 9 deyib 4 yazdım, plus 12. Toplayanda 28 cavab C bəndi. 36. Biz qələmimizi qalınlaşdıraq. İki düz xətin kəsişməsi alınan bucaqlar, iki düz xət kəsişməsi alınan bucaqlar qarşılıqlı və qonşu bucaqlardır. Biri x-dir, o birisi demək 2,16 x-dir, 2,16 və böyükdür deyir. Bunlar da cəmi qonşu olduqlarına görə belə yan-bayan. Çünki qarşı-qarşıya bərabərdirlər də. Eləyəcək 180 dərəcə. 3,16 x bərabərdir 180-dirsə, 180-i 3,16-ya bölmək 1836-ya bölməkdir. O da 50 dərəcə eləyəcək. Bu bucaqın kiçiyi 50 dərəcə. Böyüyünü soruşursa 180 əldən çıxaram 130 edir. 37. Çevirdə 50 dərəcə görsə daxilin çəkilmiş 50 dərəcə daxil bucaq birlik yarısına bərabərdir. Beləsi bir şeydən söhbət gedir. Ona görə C bəndi. Görsə 50 dərəcə daxil bucağın yarısıdır. Ən kiçik sadəcə 2-dir. 2'nin də əksi mənfi 2'dir. Cavab A bəndi. Düzgün qeyd olunub burada. 1 metrin qiyməti 4 manat 48 min parça 12 isə satılır. Sonra neçə manatlı parça qaldı? Qalanı soruşur. 48'in 12'də 7 satılırsa 12'də 5'i qalıb. 12'də 5 deyə bərabərdir. 12'ni x-ə 4, 5, 20. 20 metr qalıb. 1 metrdə 4 manatdırsa neçə manatlı parça qaldı? 4'ü vuraram 20'yə 80 manat eləyər. Cavab D bəndi. 39 D bəndi. 40. İfadəsi üstədə ən kiçik qiymət tapın. Bunu biz 2 ədədin kvadrat kimi də göstərə bilərsiniz və ən kiçik qiymət y0-dan tapa bilərsiniz və ya da n-in qiymətindən tapa bilərsiniz. Y0 nə idi? Mənfi diskriminant, yəni 4ac çıxılsın b kvadratı bölünsün 4a. Ən rahat elə bundan hesablayın. 2 ədədin kvadratını göstərmək bu rahat olmayacaq. Kəsr göstərmək məcbur olacaq. Göstərə bilərik də, belə də hesablaya bilərik. 4 vurulsun a-mız 2'dir, vurulsun c-miz 11'dir. Çıxılsın b kvadrat. 8'in kvadrat neçədir? 64. Bölünsün 4a. Yəni 4 vurulsun a-mız neçədir? 2'dir. Bərabərdir. 4, 2, 88 çıx 64. 88, 64 çıxanda 24 edir. 24 də 8'ə böldük 3 elədi. Cavab Y bəndi. 41. Mənfi 2'nin kvadratı. Mənfi 2'nin kvadratı neçə deyir? 4 edir. Mənfi 3'ün kubu. Mənfi 27. Minus 27. Mənfi 4 kubu minus 64 edəcək. Bu da bərabərdir. Mənfi 27, mənfi 64. Bunlar topluq qalanı mənfi qoyacaq. Mənfi 91, mənfi 91 müsbət bölgəndə mənfi 87 eləyər. C bəndi. Bir-birinə fərqli natural ədədlərdir. Demək ki, natural ədədlərdirsə, natural ədədlərin cəmləri natural ədəd. Natural ədəd ancaq natural ədədə vurarıqsa, natural ədəd alına bilər. Tamam vursam, kəsrə vursam, natural ədəd alınmaya bilər.
Demək, natural ədədlərdir. 11. Hasıl 11-dirsə, demək ki, vuruqları biri 1-dir, biri 11-dir. Çünki hasıl sadə ədəddirsə, vuruqlardan biri elə hasılın özünə bərabərdir, biri də 1-ə. Mən A-2-yə 1 deyərəm, A plus B plus C-yə 11 deyərəm. Çünki cəmə 11 deyərəm da. Demək, A məcbur olacaq neçə? 3. A olacaq 3. A plus B plus C isə 11-ə bərabər. A 3-dürsə, B plus C-nin də cəmi olacaq. 3-ün üstünə mən 8 yazsam 11 deyə də 8 olacaq. Bizdən bu ifadəni soruşur. Demək, 8 bölünsün 3 plus 1, yəni 4-ə, o da 2 deyəcək, cavab C bəndi. Bunlar hamısı modulda müsbət çıxacaq, ona görə birbaşa çıxacaq. 3 10-da 6-nı 10-a vursam 36 deyər. Vurulsun 7-10-dakı 10-a vursam 72 deyər. Demək, surəti 100-ə vurdum. Hər bir vuruğu 10-a vurmaq, ümumi 100-ə vurmaq demək. Məxəzdə hər bir vuruğu 10-a vuracam, yəni 100-ə vurmuş olacam. Kəsin qiymət dəyişməyəcək. 54 vurulsun 12. 12. 12 ilə 72 12 ixtisar gedər, bu da 1 qalar. Bu da qalar 6. 36-nı 54 9 ixtisar gedər, bu da qalar 6. Bu da qalar neçə? 9 ixtisar getsə, bu da 54 qalır. 9-a böləndə 36-nı 9-a böləndə 4 düşür. 9-a böləndə 6 düşür. Bu 6 ilə bu 6 ixtisar gedər. 1 qalar, bu da 1 qalar. Hamısı bir cavab 4 eləyəcək B bəndi. Çox həddən vuruqlarım. Baxıram ki, bu da M minus A minus B-dir, bu da B minus A-dır. Mənfinin qabağa çıxasam yerlərini dəyişərəm. Mənfinin qabağa çıxsam bu olacaq plus, bu da olacaq A çıx B. Yəni yerlərini dəyişib mənfinin qabağa çıxarda bilərik. Hər ikisinin mötərizəsi eyni oldu. O zaman A çıx B-nin mötərizə xaricində çıxarsam, içəridə M plus N qalmış olacaq. M plus N A çıx B, M plus N A çıx B cavab eləyəcək C bəndi. 45. 45-ə baxaq. A plus B tip bucaqdır, 90 dərəcədir. Demək ki, bura 90 olacaq. AB, yəni hipotenuz 6-dır. C tərəfə çəkilmiş AB tərəfə median. Düz bucaq tərəfə çəkilmiş median hipotenuzun yarısıdır. 6-nın yarısı 3 eləyəcək. Cavab D bəndi. Bir hədsin dərəcəsi əmsalın dərəcəsi. Bunun 14-dür. 5-dən 9 topladım. Neçə elədi? 14 elədi. Əmsalın neçə? Əmsal 3-dəkidir. 3-dəkiyə bölərəm. 3-dəkiyə bölmək nəyə vurmaq deməkdir? 2-də 3-ə vurmaq deməkdir. 2 ilə ixtisar getirdə qalacaq 7. 7 ilə də 3 neçə eləyəcək? 21 olmuş olacaq. Cavab bilinmir. 47. X 5-dən kiçik ədəddir. 5-dən kiçik ədəd bir qoysam, məsələn 4 qoysam, 4 çıx 6 mənfi eləyər. Demək ki, içəridəki modulun içərisi mənfidir. Onda x plus 3, modulun içərisi mənfidirsə, bu da plusdansa plus vermişdir. Yerlərini dəyişərəm. Plus 6 minus x kimi aça bilərəm. Bu x-dən modulun içinə getsə 9, 9-dan da modulda ilə 9 çıxacaq. İfadanın qiymətini hesablayın. 27 3-ün kubudur, 3 üstü 9 eləyəcək. Vurulsun 8 2-nin kubudur, 2 üstü 3 ona vurdum, 30 eləyəcək. Bölünsün 6 2-nin üstü nə yaxşı yazmır, 8 vurulsun 3-ün üstü 8 kimi yaza bilərəm. Vurulsun 16 2 üstü 4-dür. Onu da 5-ə vuranda 2 üstü 4 vurur, 2 üstü 20 eləyəcək. İnşallah ki, səhv etmədim. 2 üstü 20, 2 üstü 30 yazılacaq, 2 üstü 10, 3 üstü 8-dən, buradan da 8-dən geçsə, bir dənə 3 qalacaq. 8-dən 2 vuruq geçsə, bu da 8-i geçsə 2 üstü 2 qalacaq. Məxrəcdə heç nə qalmadı, yəni 1 qaldı ümumi. Surətdə də 3 vur, 2 üstü 2, 4, 12 eləyəcək. Yanlış eləmədisə cavab 12-dir. 49. A bölü B 2 bölü 5'dir. A bölü B bərabər 2 bölü 5'dir. B bölü C, B bölü C 1 bölü 4. Şimdi ortağı B'dir. B bu da 5'dir, bu da 1'i göstərir. Ona görə bərabərləşdirək ortağı ki, 3-ün bir nisbəti yaza bilək. Onda bunun sürət məxəzi 5'ə vuraram ki, ortaqlar bərabərləşsin. Onda B bölü C 5 bölü 20 eləyər. İndi bunların üçündə bir nisbət kimi götürə bilərəm. A 2K, B 5K, C də 20K'dır. 2K plus, bizə də bunların cəmlərini soruşur. Cəmlərin ən kiçik qiyməti 5K plus 20K. Cəmlərin ən kiçik qiymətini soruşur. 27K eləyir bunların cəmləri. Ən kiçik qiymət üçün natural ədədi K-nın ən kiçik 1 qoyuram. Cavab eləyəcək 27. 27 29 yazıram. 27. Cavab eləyəcək 27. 50-ci sual. İfadəsinin qiymətini tapın. Bu 7 bölü kökətdə 7 elə kökətdə 7 deməkdir əslində. 8 bölü kökətdə 8 elə kökətdə 8 deməkdir. Bunu belə yazaq, görə bizə nə verəcək. Buradan da neyini bilərəm? 4 çıx kökətdə 14 kökətdə
2 vur kök etdə 7 kimi yaza bilərəm. Elə kök etdə 14 kimi yazaq. Yəni 2 vur kök etdə 7 kimi də göstərə bilərəm bunu istəsək. Bərabər A olarsa. Bunu sadələşdirək. Vursam 4 kök etdə 7-yə vurub açaq. Minus kök etdə 7-yə vuranda kök etdə 7 2 dənə alınacaq. Ondan 7 çıxacaq. Minus 7 kök etdə 2 olacaq. 2 kökün altına qalacaq. Bunu buna vursam 4 kök etdə 8. Bu da əslində 2 kök etdə 2 deməkdir. Bu 2 kök etdə 2 deməkdir. Onu deyəcək 8 kök etdə 2 plus 8 kök etdə 2. Belə. İşarələrə fikir verək. Müsbəti müsbətə müsbət, müsbəti mənfiyə mənfi, müsbəti müsbətə müsbət. Qəşəng. 2 kök etdə 2-də 2 kök etdə 7-yə vuranda 2'lər də oradan çıxacaq. Eləcə minus 2'dən 2'dən 1'dən 2 çıxsa qavadda 2 var. 4 kök etdə 7 eləyəcək. 4 kök etdə neçə? 7 eləyəcək. Birincini vuranda uşaq kök etdə 7-ni 4'ə vuranda 4 kök etdə 7 eləyir. Mən 8 yazmışam saçıb. Bu da bərabərdir A-ya. 4 kök etdə 7-ni 4 kök etdə əksli islah olacaq. Buradakı bir dənə kök etdə 2 qalacaq. Kök etdə 2 bərabər nəyə? A-ya. Demək A nədir? Kök etdə 2-dir. Bizdən də 3 kök etdə 2 vuranı soruşur. Yəni belə çıxır ki, 3 kök etdə 2-ni A-ya vurmaq, 3 kök etdə 2-ni elə kök etdə 2-yə vurmaq deməkdir. Bu da bərabər kök etdə 2-yə vurdu. 2 elədi, 2-nin 3-ü 6. Cavab 6 elədi, səhv etməmişiksə. Mərkəz 10 nöqtəsindən ABCD vətənlər. Konkret vətənlər bərabər göstər ayrıdır. Demək, N göstərinin mütləq nədir? Bərabərdir. Uzunluğa SN-də göstərin uzunluğu B olarsa, göstərin uzunluğunu birini A verib, birini B verib. ANB, yəni bunu A, SND'nin ise B. A, B'ye zaten bərabərdir. Bir M bu göstərin bərabər, uzunluqlar da bərabər. Yəni A bərabərdir. A bərabərdir. Biz B qoymalıyıq. Onda A-nı B-də vəzirək, surət olacaq 5 məsələn. B-ni yenə apar A qoyur, surət ediləcək 5A. 3A-dan da 2 an çıxacaq, məxrəc ediləcək A. 5 anda A-ya bölündə 5 qalacaq. 51-in cavabı oldu 5. 52-ni bu da. Uzunluğu 5 pi olan çevrənin xaricində olan A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə A nöqtəsi görəcək. Çevrənin mərkəzinə qədər məsafəsi 6,5 cm olursa A nöqtəsinin çevrədə çəkilmiş toxundan, bir dənə toxundan çəkilir. Buna da B nöqtəsi deyək. Demək ki, uzunluğu 5 pi, yəni 2 pi yer 5-dir. Çevrənin uzunluğu nədən tapılır? 2 pi yerlə. 2 pi yer 5 pi yer bərabər uşaqlar. Biz bundan radius tapa bildik. R bərabər onda nə deyir? 2,5 avtomatik. Buradan bura 6,5-dirsə, radius 2,5-dir. Demək, bura 4 qalır. Bunu da uzatsam kəsən olar. Bu tərəfdə 2,5-dir. Biz də toxunanla kəsən düsturunu bilirik. AB-nin kvadratı, yəni toxunanın kvadratı bərabərdir. Yaxın məsafə, yəni 4 vurulsun uzaq məsafə. Yəni nöqtədən kəsənin ən uzaq məsafəsi. Ən uzaq məsafəsi 4, 2,5, 2,5 neçə edir? 9 edir. Bu deyil 36. Nəyin kvadratı 36 ilə 6-dır. Demək, AB 6-dır. Bizdən də bu 6-nı soruşur. Şuaların əməliyyatda A, B, C bucağının təmbirinə uyğun olaraq 5, 4, 6-dır. Demək, 15K deyilir. 15K 360-dır. Yəni, bunların yanına K qoyuruq. Onda K da bərabər neçə edəcək? 24. 360 15-ə böldük. 24 edir. Bu çox istifadə olunan bir sualdır. 24. Bizə deyir ki, BO-CO parçalar konqruentdir. BO, BC. Bu demək, bərabər yəni 3 bucaqdır. Yəni, bu bucağın da nə olacaq? Uşaqları bərabər olacaq. CBO-nu soruşuyoruz. Yəni CBO, bu bucağı soruşuyoruz. Əngliklə bu bucağı. Biz buranı bilirik. BO-su neçə K idi? BO-sunu ortada verib, ortada verəndə 4K-dır. Demək 4 vururam 24-də. İndiyəcə neçə? 80, 96. Təpə bucaq 96-da 180-dən 96-ın təpə bucağı çıxıb 2-yə bölsəm ortacaqdakı bucaqlar aram. Bu dedik 84 qalır. 84 2-yə bölsə 42. Demək bizdən soruşduğu bucaq neçə olacaq? 42 olmuş olacaq. Əgər dönürsə 2 ədədi bir digərini 3 dəfə böyükdür. Demək, biri x-dir uşaqlar, biri 3x-dir. Kiçikdən yarısı ilə, kiçikdən yarısı nədir? X bölü 2. Böyük ədədin 2 misli. 3x-in cəmi A-dır. Plus 3x-in 2 misli 6x eləyir. Böyük ədədi 2-yə vurdum. Bərabər A. Olarsa kiçik ədədi ailə ifadə edin. Kiçik ədədi x-dir. X-i ailə ifadə eləməliyik. Hər tərəfi 2-yə vursam x plus 12x kəsrin zanı qurtarmaq üçün vuram. Hər tərəfi 2-yə 2A. Buradan da 13x bərabər 2A. Bizə kiçik A ilə ifadə edirik. Kiçik x-dir. X-də tapmaq üçün biz nə etməliyik? 2A-nı bölməliyik 13-ə.
Demək 2A böl 13. Formula yazaq. 2A böl 13. Demək kiçiyini A ilə ifadə etdik. 2A böl 13 oldu. Ətraflı yazı suallarından. 55. Mətbəədə 3 gün müddətində 1200 kitab çap edilir. Birinci gün plan 30%. 1230%'i 1230'a vurur, 100'e bölürük, eləyəcək 360. İkinci gün isə ilk gündəkinin 100 kitab. 360'dan 100 kitab artıq, yəni 460 eləyib. 460. Üçüncü gün nə qədər kitab çap oldu? Təbii ki, 1200'dan 2 günün cəmini çıxsam, 360'dan 460 cəmləsək 820 eləyər. Burada çıxanda neçə eləyir? 380. Düz hesablasaq 380. Bu da sonuncu sual idi. Hər birinizə imtahanda uğurlar arzulayıram. Sizin üçün cavabları, izahlarını sürətli şəkildə verdik.